Qazaxıstanda sənaye məqsədi ilə çətənə bitkisinin yetişdirilməsi leqallaşdırılır. Sənaye məqsədi ilə becərilməsinə icazə verilən çətənə sortlarının müəyyənləşdirilməsi məsələsi artıq qanunvericilik səviyyəsində tənzimlənmək üzrədir. Qazaxıstan Kənd Təsərrüfatı Nazirinin müavini Azad Sultanov yerli mediaya deyib ki, tərkibində narkotik maddələr olan çətənə sortlarının becərilməsinə qəti şəkildə icazə verilməyəcək. Onun sözlərinə görə dünyanın bir çox ölkəsində texniki çətənə sortları emal olunur. Ondan saralmayan kağız istehsal edilir. Prosesə laborator yoxlamalardan tutmuş daxili işlər orqanlarının iştirakına qədər çoxpilləli nəzarət həyata keçiriləcək. Çətənə sahələri hasarlanacaq və mühafizə olunacaq. Qanunsuz becərilən bitkilər isə məhv ediləcək. Əkin və becərmədən tutmuş emal və hazır məhsulun istehsalına qədər bütün zəncir Qazaxıstanda narkotik cinayətkarlığa qarşı mübarizə komitəsinin ciddi nəzarətində olacaq. Qeyd edək ki, texniki çətənə adi çətənədən hündürdür, nazik gövdəyə və dar yarpaqlara malikdir. O, sənayedə kağız və yüksək təhlükəsizlik səviyyəsinə malik sənədlərin istehsalında istifadə olunur. Özbəkistanda artıq sənaye çətənəsinin becərilməsinə icazə verilib. Tərkibində 0,2%-ə qədər dərman tetrahidrokannabinol olmalıdır. 2022-ci ildə yetişdirilən məhsulun hündürlüyü 1,2 metr, uzunluğu isə 2023-cü ildə 3,5 metrə çatıb. Texniki çətənə zavodunun unikal xüsusiyyətlərindən biri onun 100% təkrar emal oluna bilməsidir. Bir sıra xarici ölkələrdə, o cümlədən Fransa, İspaniya, İtaliya, Ukrayna və Rusiyada bu bitkinin bir çox sortları, o cümlədən Özbəkistanda becərilən Rodnik sortu yaradılaraq seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilib və onların kənd təsərrüfatı bitkiləri kimi əkilib becərilməsinə icazə verilib.